Herkese salam. Bugün də yeni bir videoyla qarşınızdayım. Bir həftə sonumu daha vloga çəkmişəm. İlk öncə isə onu qeyd etmək istəyirəm ki, qızlar videolara baxış sayı var, amma abunəm və like sayım çox azdır. Sizdən xahişim odur ki, videoları bəyənməyi, yorum yazmağı, kanalıma abunə olmağı unutmayın. Bugün isə baldızım bizə gələcək və bizdə qalacaq. Baldızım dediyimə baxmayın, anamız çox yaxşıdır və mənə bir bacı kimidir. O sushi sifariş eləyəcək. Mən də istədim ki, ıslaq kek eləyim. Uzun müddətdirdir ki, bu keksi eləmirdim və elə onun gəlməyi də mənə bir bəhanə oldu. Yumurta və pesoğumu qatışdırdıqdan sonra üzərinə duru yağ, süd əlavə edirəm. Daha sonra isə kakao, un, qabartma tozu və vanil əlavə edirəm. Əgər istəsəniz yorumlarda yazarsınız və mən sizə tarifi daha ətraflı yazaram. Belə bir kıvamda keks alınmalıdır və listimi yağlayıb keksimin xəmirini ora boşaldıram. Axışqan bir xəmirdir. Listin içinə yerləşdirdikdən sonra 2-3 dəfə stola vurduqdan sonra artıq sobama yerləşdirirəm. Təxminən yarım saat 180 dərəcədə pişəcək. Burada isə kiçik bir qazanda üzəri üçün sos hazırlayıram. Yenə pesoq, süd, yağdan istifadə edirəm. Qaynamağa başlayanda artıq altını söndürürəm, soyumağa qoyuram. Keksimi dilimləyirəm. Əslində biraz soyduqdan sonra sos tökmək lazım idi, amma biz oğlumla dözə bilmədik, dadına baxdıq. Ona görə də soymasını çox gözləyə bilmədik. Buradan da görürsünüz buxarı necə çıxır. Qızım da gəldi, suşiləri də gətirmişdi. Daha doğrusu sifariş elədi və gəlib çıxdı nəhayət suşilər də. Dadlıydı, yedik. Və oğlum üçün də sağ olsun bibisi nugget sifariş vermişdi McDonald's'dan. Ömüş də biraz onlardan yedi. Zaten gəlməmişdən qabaq Ömər yedirmişdim deyə çox da yemədi əslində. Və biraz vaxt keçdikdən sonra çay içmək üçün artıq kekslərimiz keksim dadlı çıxmışdı, amma məncə biraz daha soyuducuda gözləməliydik. Biz tez yedik. Artıq səhəri gündür. Burada səhər yeməyi hazırlıqları görürəm. Hava da nisbətən yaxşılaşmaq istəyir. Yoldaşımı və baldızımı yola saldıqdan sonra mamamgilə gedirəm. Mamam qutab eləyib burada. İsidirəm onları. Bu köhnə qazanlarda pişən yeməklər çox dadlı olur. Həmçinin də dolma da eləmişdi. Sonra bazara tərəf yollanırıq. Bir-iki mağaza var ki, onlara baxmaq istəyirik. Təbii ki, uşaqla harasa çıxmışıqsa mütləq oyuncaq alınmalıdır. Burada hər şeydən çeşid var və nə axtarsanız tapa bilərsiniz. Güllər, çiçəklər, plasmas qablar, hətta xonçalıq, nişanlıq lazım olacaq əşyalar da burada mövcuddur. Sonra artıq belə qadın geyimləri mağazalarına gəzirəm. Burada bir paltarlara baxıram. Bu cür şalvarları bəyəndim. Zara'nın, Bershka'nın müxtəlif cür şalvarları var idi. Daha sonra Elsivakikə giririk. Burada uşaq bölməsindəki paltarları bəyənirəm mən və keyfiyyətli olur. Öz oğluma da buradan alıram əşyalar. Bu bölmə üçün isə ürəyim getdi. Rəngbərəng dəftərlər, corablar var idi. Bu ayaqqabıdan da xoşum gəldi. Amma ağ ayaqqabı alıram, sonra peşmançılığını yaşayıram. Təmizləmək çətin olur. Bu ayaqqabıları da çox bəyəndim. Ömər biraz maşına minəndən sonra evə gəlirik. Hava da nisbətən soymağa başlamışdı. Anam dedi ki, mənim güllərimi çək və mən də onun güllərini çəkirəm. Doğrudan güllərinə sevgi ilə yanaşır və həm də çiçək açanda çox xoşuna gəlir. Mən məsələn gül baxa bilmirəm. Burada isə aldıqlarımı göstərirəm. Oğlum üçün, həm də özüm üçün belə bir papaq aldım. Əslində bu papaq oğlan bölməsində satılırdı, amma mən bəyəndim. Bu rənglərdən istifadə edirəm deyə, qiymət də uyğun idi deyə aldım. Sonra
özüm üçün belə bir şalvar götürdüm. Geyindim, baxdım, əynimə çox qəşəng qaldı və mamam da gördü ki, çox istəyirəm bu şalvarı. Ona görə də sağ olsun mənə hədiyyə elədi. Rəngi tam olaraq kameralarda düz yansımır, amma kamerada görünən rəng deyil. Yeməyimizi yedik, yer yığış elədik və artıq evə doğru yollanırıq. Evə gəldikdən sonra bütün əşyalarımızı və bütün paltarlarımızı yerləşdirdikdən sonra Ömərin yataq dəstini dəyişirəm. Bir yerə gedib gələndən sonra isə bütün belə əşyaları, paltarları yerləşdirmək biraz insanı yorur. Bunu da elədim və havaya baxıram ki, proqnozda havanı 2 gün çox yağışlı, hətta leysan xarakterli yağışlar da deyiblər. Ona görə də paltarlarımı saxlamayım dedim və yuyum istədim. Birinci qaraları atıram yuyulmağa. Daha sonra bu Ömərin çıxartdığım paltarlarını isə sabah atacağım yuyulmağa. Sabah üçün ət çıxarıram. Hələ ki bilmirəm nə bişirəcəm. Ətim açılsın, sabah fikirləşərəm nə bişirəcəm. Belə, vlogum da burada bitir. Dediyim kimi qızlar, videomu bəyənməyi, like etməyi, yorum yazmağı unutmayın. Növbəti videoda görüşərik. Hələlik.